Mən Abdullayev Ramil Şakiroğlu, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim radioloq vəzifəsində işləyirəm. İşlədiyim müəssisədə direktor Mətanət Əfəndiyeva tərəfindən təzyiqlərə və təxribatlara məruz qalmışam. Avqust ayında Mətanət Əfəndiyeva məni yanına çağıraraq icbari tibbi sığortadan hər ay aldığım bonusların yarısını tələb etdi. Onun bu tələbindən imtina etdikdə mənə bildirdi ki, sənin yanına pul verib işə düzəlmək istəyənlər çoxdur. Ondan sonra direktor Mətanət Əfəndiyeva mənə qanunsuz olaraq limit tətbiq etmiş, 25 xəstədən artıq qəbul etməyimə icazə verməmişdir. Xəstələrin haqlı şikayətlərindən sonra icbari tibbi sığortaya, Səhiyyə Nazirliyinə, şəhid ailələrinin, qazilərin şikayətlərindən sonra məcbur olub limiti götürmüşdür. Oktyabr ayında kompüterin prosesorunun təmiri zamanı mənim kabinetimdən rəhbərlik tərəfindən qoyulmuş səs dinləyici qurğu prostoşka aşkar edilmişdir. Qeyd edim ki, kabinetimin digər açarı xəstəxananın təsərrüfat müdiri Cavanşir Tanrıverdidə olmuşdur. Təsəvvür edin, mən hansı təhlükəli şəraitdə işləmişəm. Oktyabr ayının sonunda mən məzuniyyətdə olarkən direktor Mətanət Əfəndiyeva qanunsuz olaraq əlavə rentgen ştatı açaraq noyabr ayında saxta müsabiqə təşkil edərək şöbə müdürü Şəfiqə Əliyevanın yaxın rəfiqəsini işə götürmüşdür. Xatırladım ki, belə saxta müsabiqələr xəstəxana rəhbərliyi tərəfindən tez-tez təşkil olunur. Mətanət Əfəndiyevanın digər qanunsuz əməllərindən biri də dövlətin xəstəxana üçün ayırdığı vəsaitlərin israf olunmasıdır. Belə ki, direktorun göstərişi ilə baş mühasib Nail Həsənov tərəfindən saxta tenderlər keçirilərək xəstəxana üçün lazım olan vəsaitlər real qiymətindən 3-5 dəfə baha qiymətə alınır. 24 dekabr 2025-ci il tarixində İntizam Komissiyasının iclasından kabinetimə qayıdan zaman xəstəxananın texniki işçisi Əjdər Əjdərov tərəfindən mənə hücum olunmuşdur. Fiziki təzyiqlərə və xuliqanlıq hərəkətlərinə məruz qalmışam. Bununla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm. 25 dekabr tarixində Həmkarlar Təşkilatının qanunsuz iclasını keçirərək mənim işdən azad olmamla bağlı direktora təqdimat olunmuşdur. Ölkə rəhbərinə və hüquq mühafizə orqanlarından xahiş edirəm ki, direktor Mətanət Əfəndiyevanın bu qanunsuz əməlləri araşdırılsın və hüquqi qiymət verilsin.